Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 1 aprel 2026 il. Bugün dostlar arıları ikinci mərtəbəyə, ikinci gövdə ilə genişləndirmə haqqında sizə məlumat verib və göstərəcəm. Bundan öncəki illərdə YouTube kanalımızda paylaşmışam. Ötən ildə, ondan əvvəlki illərdə. İkinci gövdəni yarıya qədər, baxın mən nə cür genişləndirirəm, getdik. Ya Allah. Deməli, dostlar, bu gövdədir, 23'lük gövdədir. Biz bunu, bax bu cür edirik 30'luq çərçivələr üçün. Yəni bu 30'luq çərçivələrdir. Sadəcə bunun üzərinə 23'lük gövdə də qoymaq olar. Amma mən 23'lük çərçivələri sevmirəm deyə ona görə 30'luq. Dünən üzərinə Apimax qoymuşuq. İkinci mərtəbəni tam süzülmüş şanlarla və yaxud şan vərəqi ilə doldurmaq da olar. Amma bu arılara biraz dostlar əziyyət olur. Çünki yaz vaxtı havalar tez-tez dəyişir, soyuq, isti. Baxın, mən həmişə məsləhət görürəm, özüm də o cür edirəm. Yarıya qədər ikinci gövdəni genişləndirirəm, indi göstərəcəm. Demək dostlar, baxın bu sülfəli çərçivəni mən qaldırıb qoyuram yuxarı. Baxın, bu sülfəli çərçivəni də qaldırıb qoyuram yuxarıya. Baxın, ara deməli hər bir çərçivə arası arıların yuvasıdır. Sülfəli çərçivələrin hər birində, yəni hər bir sülfəli çərçivənin arasında 34 dərəcə yarım arılar istilik yaradır, nəmlənmə yaradır ki, sülfələr üçün əlverişli olsun. Yuvanı kəsmək doğru deyil, biz bunu bilirik. Baxın, indi axırıncı sülfəli çərçivəni yanına mən bir ədəd şan vərəqi qoyaram. Bir ədədində süzülmüş şan yuvanı kəsəcəm. Baxın, bu bizim görülmüş möhtəşəm bir şandır. Bu da ötən il verdiyimiz şan vərəqi olub. Bunu artıq arı az toxuyub dayandırıb. İndi bunu da biz qoyacağıq bax bura. Sakit mənim gözəllərim, sakit. Demək, iki sülfəli çərçivəni qaldırdıq yuxarıya. Deməli, 2 ədəd sülfəli çərçivə qoyduq, 4 ədəd yeni toxunmuş şan qoyduq dostlar. Demək,
Burada artıq qaldı 4 çərçivənin yeri boş. Baxın nə edir. Dört çərçivənin üstünü bağladım. Yallah! Vay! Bu boşluq tərəfi mən bu cür döşəkçə ilə, samandan hazırladığım döşəkçə ilə bağlayıram. Vəssalam. Aha. Demək, ara kəsmə taxtasını unuttum dostlar. Hə. Ara kəsmə taxtası qoyandan sonra döşəkçəni qoyuram. Bu da dünən qoyduğumuz Apimax. Deməli, yarıya qədər biz ikinci gövdədə arını genişləndirdik. Arının beçəyə meylənmə heç ağlına gəlməyəcək. Təxminən bir 10 gündən sonra bu ara kəsməni, bu döşəkçəni çıxarıb 4 şam vərəqi ilə yuxarı mərtəbəni də genişləndirəcəyik. Vəssalam. Yəni, aşağıdan yuxarıya sürfəli çərçivə qoymasanız da olar. Və yaxud bir ədədində qaldırsaq kifayət edər. Yan yörəsini süzülmüş şanla doldurub ikinci mərtəbəyə genişləmə verə bilərsiniz. Yəni, burada mən 6 ədəd yuxarıya genişləndirdim. 4 ədəd də ola bilər, 5 ədəd də ola bilər. Yəni, yarıya qədər genişləndirmə arı üçün əlavə yük deyil. Baxmayaraq ki, aşağıya biz 2 çərçivə götürdük, onun yerinə yenidən çərçivə verdik, yuvanı kəsdik. Yəni, bu hər bir arı üçün doğru deyil dostlar. Yəni, arının gücü əgər azdırsa, bunu etmək olmaz, yuvanı kəsmək olmaz. Yəni, o sürfə xəstəliklərinə, soğuqlamalarına səbəb ola bilir. Bunu da qabaqcadan sizə deyirəm. Amma baxın, bir mərtəbə yarım bu arı ailəsi genişləndi. Vəssalam. Üzərinə bu döşəkçəni qoyuruq. Günəş şüasının istisi bunu qızdırmasın, həm də isti qalsın. Siz dostlar yanına penoplast da qoya bilərsiniz. Yəni bu bağlı sürfələrdən hər gün arılar çıxacaq. Yəni minlərlə yeni gənc arılar çıxacaq. Bunlar da başlayacaq burada toxuma işlərini aparmaq, süd ifraz etmə işlərini görmək, sürfə bəsləmək, nəmləndirmə aparmaq, istilik yaratmaq, bütün bunları bu gənc arılar görəcək. Arı da daha geniş inkişaf edəcək dostlar. İndi təxminən 10 gün, 12 gündən sonra bu boşluğu da 4 şam vərəqi verdik, tamamlayacağıq. Vəssalam. Ondan sonra əgər arı 3-cü mərtəbə istəyəcəksə, təbii ki, ya mağazin çərçivələr qoyub bal götürmək üçün, ya 23'lük korpus qoymaq olar, ya da elə 30'luq çərçivələr də vermək olar. Dostlar, baxın, mən ötən ildə paylaşmışdım arını yarıya qədər genişləndirmək 2-ci mərtəbədə. Ondan öncəki illərdə ola bilsin ki, hər il paylaşırıq, yəni vaxt çatmır, tez işlər çoxdur. Nə isə unuduramsa, digər verilişdə mən onu mütləq çatdırıram. Hər bir şeyi qısa bir çəkilişdə çatdırmaq çox çətindir dostlar. Yaddan çıxır,
xoruz banlayır, qonşu çağırır və s. Yəni işlər çoxdur. Ona görə indi baxın, axtarın. Qardaş, YouTube kanalda 300-dən artıq videolar mən paylaşmışam. Bölmə eləməyi, arvaya qarşı mübarizə, arıları genişləndirmək, zəif ailələri düzəltmək, cürbəcür adlarda verilişlər paylaşıram. Sadəcə gənclər biraz tənbəldir mi deyim, axtarmaq istəmir dostlar. Odur ki, dostlar, nə isə unutdumsa növbəti verilişlərdə və yaxud bundan öncəki verilişlərdə baxıb öyrənə bilərsiniz. Odur ki, sağ olun, özünüzü qoruyun.